Bu yaxınlarda mənə bir link göndərdilər. Ceyhun Sultanov adında bir idmançıdır, futbolistdir. Görürəm ağzını açıb Allah yolunda. Nəsə mənim oğlumdan danışır ki, o yuxarı təbəqədə futbolist ola bilməz, nə bilim nəsə ola bilməz. Özümdə belə baxdım, biraz ondan informasiya yığdılar uşaqlar ofisdən ki, sən Neftçidə oynamısan, Bakıda oynamısan, indi gəlmirsən, bizim kökümüz hardadır? Araz Naxçıvanda idman nəsə rəhbəri olmuşsan. İndi Naxçıvan qavurması yeyəndən sonra bəlkə başa salalar, Mədətovlar kimlərdir də indi bilər. Götürüb deyir, qardaş sən özün neynəmisən? Mahir akademiyalar görür, Mahirə Hafiz Məmmədov Bakı Futbol Komitəsi yeganə Futbol Akademiyası Azərbaycanda Hafiz Məmmədov yaratmışdır. O olub. O elə insanlar danışır. Özün nəsə eləmirsən. Sən bir Polşaya get, Xorvatiyaya get, nə bilim. Özünki olduğuna görə demirəm. Reallıdır. Heç qırağa da deyirəm. Niyə danışırsan? Ona görə bizim valideyn onun sözünə baxır, gedir yazdırır Galatasaray klubuna, hələm pul da verir. Nə bilim, Fenerbahçe klubuna, Atletika klubuna. Bizim klublar da qalır belə yetişdirmir. Deyir, o elə deyirsə deməli, niyə elə? Ona görə də alqış getmir.